Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Temunun yeni kampaniyası ilə qarşınızdayım dostlar. Temuda necə 95 manatlıq kredi iadəsi elədim, bunun haqqında sizlərə qısa və öz məlumat vermək istəyirəm dostlar. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olar. Hər zaman dediyim kimi xahiş edirəm kanalımıza abunə olun və bizə maksimum dərəcədə dəstək olun ki, dostlar, belə faydalı videolarla sizlərin qarşısında olaq dostlar. Təbii ki, burada şəxsi fikirlərimizi deyəcəyik. Burada heç kimə məcbur eləmirik və yaxud da demirik ki, bu kampaniyalardan yararlanın və buna pul xərcləyin. Təbii ki, öz istədiyiniz və özünüz seçdiyiniz məhsulları almağınız daha yaxşıdır dostlar. Bundan əvvəlki videolarımızda bildiyiniz kimi Temudan 45% kredi iadəsi necə qaytarmaq olar, bunun haqqında məlumat vermişdik dostlar, video çəkmişdik. Əgər onu da izləmək istəyirsinizsə, bu üstə kartlara əlavə edirəm və yaxud da videonun açıqlama bölməsinə əlavə edirəm dostlar. Oradan klik edərək həmin videoya baxa bilərsiniz. Bu videoda isə necə 120%, yəni 95 manat kredi iadəsi necə balansıma qaytarmışam. Yəni bildiyiniz kimi kredi iadəsi Temunun balansına qayıdır. Yəni onu karta çəkmək olmur. Ancaq o kredi iadəsindən, həmin kredidən siz Temunun içində alış-veriş eləyə bilərsiniz. Çox uzatmadan keçək telefonumuza və buna necə qoşulmuşam və hansı məhsulları almışam, onu sizlərə göstərək dostlar. Dostlar, keçdik telefonumuza və Temu proqramını aktiv eləyirəm. Temu proqramı açdıqda bu şəkildə ana səhifəsində axtarış yerinə dostlar claim kredit yazırsınız. Qeyd edeyim ki, bunu bilməyənlər dostlar da var. Təkrardan o kreditləri necə almaq olar, yəni qaytardığı pulları həmin bu claim kredit yazdıqda həmin ekran gəlir dostlar. İndi birazdan hamısını izah eləyəcəm. Əslində 45% kredi iadəsi videomda hamısını izah eləmişəm, amma bu videoda 95% kredi haqqında öz şəxsi fikirlərimi və alaqmı yoxsa almayaqmı şəxsi fikirlərimi deyəcəm dostlar. Təbii ki, bunu alıb almamaq yenə sizin özünüzə qalıb. Axtarış yerinə claim kredit yazıram dostlar və bunu axtarış edirəm. Qeyd edeyim ki, bəzi istifadəçilərə bunu verməyə bilər dostlar. Yəni sıx-sıx alış-veriş etməyən insanlara və çox vaxtı verməyə bilər. İndi məndə çıxır deyənə ola bilər ki, hamınızda bu kredi iadəsi çıxmasın. Bu şəkildə ekrana hissə bölünmüş kredi iadəsi bölməsi gəlir. Siz burada 50 manatlıq da bir məhsul ala bilərsiniz və yaxud da 130 manatlıq. Amma yəni 120-130 manatlıq məhsul aldıqda bunun 95 manatlığını kredi iadəsi kimi qaytarır dostlar. Mən isə bunu sizlərə canlı alıb göstərəcəm dostlar. Yəni bunları almışam mən və sizlərə bunu ətraflı məlumatı vermək istəyirəm. Dostlar, baxın, gördüyünüz kimi burada ekrana məhsullar var. Qeyd edeyim ki, burada özü verdiyi məhsulları seçdirmir. İstədiyiniz kimi burada axtarış bölməsindən hansı məhsulu istəyirsinizsə, bunu seçərək səbətə əlavə eləyə bilərsiniz. Burada sizə məsləhət görə biləcəyim bir şey odur ki, dostlar, burada aldığınız məhsulların əlavə bir başqa bir telefondan və yaxud da kompüterdən daxil olaraq onun qiymətini araşdırın. Qeyd edeyim ki, burada bəzi satıcılar ola bilsin ki, bir məhsulu 5 satıcı satır və həmin satıcılardan biri baha verir və biri ucuz qiymətə verir dostlar. Onu analizini eləyərək daha detallı bir şəkildə buradan alış eləsəz daha yaxşı olar mənim fikrimcə dostlar. Bu şəkildə mən indi səbətimə məhsul əlavə edəcəm və maksimal dərəcədə kredi iadəsi eləyəcəm. Burada yəni mən 50 manatlıq da seçə bilərdim və yaxud da 30 manatlıq da seçə bilərdim. 30 manatlıq seçsiniz daha az kredi iadəsi eləyir. Mən burada 130 manatlıq bir məhsul seçib və səbətimə əlavə edib alış eləyəcəm. Baxaq görüm bizə kredi iadəsini necə verir dostlar. Təbii ki, burada şəxsi fikirlərimi bildirirəm. Buradan məhsul almaya bilərsiniz. Yəni 130 manatlıq olmaya bilərsiniz. Yəni bu həmin bu kampaniyadan istifadə eləməyə bilərsiniz, amma mənim şəxsi fikrimcə bu yaxşıdır. Nəyə görə yaxşıdır dostlar? Onsuz da siz buradan bir məhsul alırsınızsa, tutaq ki, axtarış yerinə yazıb hansısa bir məhsulu alırsınızsa, onun o kredi iadəsini eləyir. Ola bilər ki, burada diqqət eləyin, həmin bu məhsulu alarkən sizə daha bahadan satmaq kimi ehtimalı var. Yəni burada kredi iadəsi eləyir deyənə, bu məhsulun həqiqi qiyməti 30 manatsa sizə bunu 47 manatdan sata bilər dostlar. Təbii ki, bu misal çəkirəm. Yəni yenə də əlavə bir kompüterdən və ya telefondan bunu araşdırın dostlar. İndi isə səbətimə əlavə eləyib alış etdikdən sonra videonun davamını sizlərə göstərəcəm dostlar. Gəlin burada bərabər səbətimizə əlavə eləyək və bu necə olur onu sizə. Misal üçün mən buradan 85 manatlıq, 84 manatlıq bir məhsul seçdim. Baxın, 84 manatlıq bir məhsul əlavə etdikdə 60% qaytarır. Yəni gördüyünüz kimi 84 manatlıq bir məhsul olanda mənə 35 manatın qaytarır. Biraz da artıq, yəni mən bunu 130 manata gətirməyə çalışacağam dostlar.
Aha, 8 manat 85 qəpik səbətimə əlavə etdikdə artıq 85 manat kredi iadəsi eləyir. Tutaq ki, buradan bir dənə ucuz məhsul tapaq dostlar. Aha, 100% kredi iadəsi aktiv oldu dostlar. Baxın gördüyünüz kimi 85 manat göstərir, amma ödəniş elədikdə bu kredi iadəsi biraz artır dostlar. Mən indi burada 141 manatlıq bir məhsul elədim. Burada ödəniş bölməsinə sıxdıqda ödəniş bölməsini sıxdıqda baxın gördüyünüz kimi 141 manatlıq bir məhsul aldıqda ekrana belə bir bölmə gəlir. İndi baxaq görün bizə nəsə bir şey eləyəcək. Hə, 80 qəpik verdi dostlar. 85 manat 80 qəpiyi birbaşa Temunun balansına qaytarır dostlar. Yəni siz buradan 140 manatlıq bir məhsul seçsəz, indi mən bunun test üstünü seçmişəm. Siz təbii ki, fərqli bir şey seçə bilərsiniz. Yəni bu planşet ola bilər. Həqiqətən planşet alırsınızsa, planşetin 100-120 manat qiyməti varsa, təbii ki, keyfiyyətli mal seçməyiniz daha məsləhətlidir. Yorumlara baxın və orada kommentlərdə yazan insanların bütün hamısına baxın, araşdırın, daha sonra alın. Yəni seçdikdə 141 manat, bunun 85 manatlıq məhsulu pulunu sizin Temunun balansına geri iade eləyir. İndi isə keçək biz bunu ödəniş elədikdən sonra nə kimi proseslər bizim başımıza gələcək, onun hamısını sizə bir-bir göstərək. Dostlar, keçdim Temunun yenə ana səhifəsinə. Yəni mən ödənişimi elədim və məhsulları aldım. Qeyd edeyim ki, həmin ekrana yenə gəlmək üçün axtarış bölməsinə Claim kredit yazırsınız dostlar. Həmənki kimi göstərdiyim kimi. Baxın, mən burada avtomatik yazmışam deyə mənə təklif eləyir. Claim kredit yazdıqda ekrana həmin bölmə gəlir. İndi biraz gözləyək açılsın ekranımız. Baxın, məndə gördüyünüz kimi burada alış etdikdən 95.55 manatlıq alınacaq kredi. Mən biraz artıq məhsul əlavə etmişəm. Mənim balansımda biraz 5 manat, 6 manat dəyərində kredi var. Yəni sizə 85 manat qaytaracaq dostlar. Yəni 85 manat 80 qəpik göstərir. Bu şəkildə alın bölməsi var dostlar. Bunu birbaşa sizin balansınıza vermir. Əvvəlki videomda da qeyd eləmişdim. Bunu hissə verir. Bunu unutmayın. Hər gün giriş etdikdə buradakı məbləğləri claim etməlisiniz dostlar. Yəni burada gördüyünüz kimi 1 manat 70 qəpikdən başlayır və 29.75 qəpiyə kimi, yəni bu davam eləyir. Yəni bir gün siz bunu claim eləməyi unutsanız, sizin o həmin kredi ləğv olur dostlar. Balansınıza keçirmir, belə birbaşa sizin verilmir. Hardasa bu 8 gün ərzində davam eləyir dostlar. Yəni mən bu gün almışam 1 manat 70 qəpik. Həmən bu məhsulları sifariş etdikdən sonra 1 manat 70 qəpik sizin balansınıza köçürdür. Arxasıca sabahlarım, yəni bir gün sonra ertəsi gün 4 manat 25 qəpik verir. Daha sonra yenə 4 manat 25 qəpik verir. Daha sonra 6 manat təsdiq verir. Ondan sonra bunları qətiyyən qaçırmayın dostlar. 17 manat, 21 manat və 29 manat məbləğində sizin balansınıza keçir. Və bəs burada sual yaranır. Bu pullar hara köçür? Bu sizin həmin buradakı məbləğlər, bu gördüyünüz kimi misal üçün məndə bu 95 manat göstərir. İndi sizə göstərim hara köçürsə, bunu ana səhifəsinin Temunun daxil oluram. Daxil olduqda burada profilin bölməsi var. Profilin bölməsinə keçid eləyirəm dostlar. Və profilin bölməsinə daxil olduqda gördüyünüz kimi burada kredi bakiyəsi var və oradan aldığınız kredilər burada kredi bakiyəsinə keçir və normal kartdan ödəniş eləmiş kimi həmin bu balansdakı pulları buradan məhsullar ala bilirsiniz dostlar. Bu yəni bildiyim qədərlə dostlar, mən yəni bunu maraqlanmışam. Bu kredi bakiyəsindəki məbləği birbaşa karta köçürmək olmur, amma belə bir variant deyim sizlərə, yoxlaya bilərsiniz. Yəni mənim şəxsi fikrimdir. Hər hansısa bir dostunuz Temudan bir məhsul sifariş verirsə, yəni buradakı həmin kredi bakiyəsində məhsul almaq istəmirsinizsə və yaxud da bir dostunuz olsun, hansısa bir məhsul sifariş verirsə, onun yerinə buradan məhsul sifariş verib ondan nağdı pulunu ala bilərsiniz dostlar. Yəni onsuz da o sifariş verirsə və yaxud da həmin bu qaytardığı kredi iadəsi ilə buradakı məhsullardan alış eləyə bilərsiniz. Yəni burada sual yaranır ki, bunun xeyri nədir? Təbii ki, xeyri odur ki, dostlar, həqiqətən siz bir məhsulu onsuz da alırsınızsa, tutaq ki, buradakı ayaqqabını alırsınızsa və yaxud da bahalı bir məhsul, bəzən burada bahalı məhsullar var. Misal üçün, bu nə üçün sərf eləyir? Xırda bir məhsul alırsınızsa, bu sərf eləmir dostlar. Yəni bunu tutaq ki, burada ət çəkən maşın var. Siz bunu Temudan zakaz verirsinizsə, bunun 119-120 manat qiyməti varsa, təbii ki, o kredi iadəsindən istifadə etmək daha sərfəli gəlir mənim şəxsi fikrimcə. Yəni burada heç bir halda yatırım tövsiyəsi və yaxud da pul xərcləmək tövsiyəsi vermirik. Təbii ki, şəxsi fikirlərimizi deyirik. Bunu da qeyd edeyim bu videoda. Yəni bunu səbətinizə onsuz da əlavə verirsə, bunun 85 manatını sizə qaytarır. Ondan sonra yəni həmin məbləğlə siz buradan
Misal üçün sok çəkən maşını alırsınız, əlavə də ala bilərsiniz. Sizə onu kredi iadəsi kimi verir. Qeyd edeyim ki, bu hər tez-tez gəlməyə bilər. Yəni bunu tez-tez sizə təklif eləmir. Siz onu bir dəfə alırsınız, təzədən tez-tez təklif eləyə bilərsiniz dostlar. Təbii ki, burada malların keyfiyyəti nasıl ola bilər ki, bu zakaz verdiyiniz mal daha keyfiyyətsiz gələ bilər və daha yaxşı gələ bilər. Mən burada mikrofon seti almışam və xoşuma gəlir, yəni istifadə eləyirəm. Temuda bildiyiniz kimi keyfiyyətli mallar varsa, daha keyfiyyətsiz mallar da gözə çarpır dostlar. Dostlar, bu məlumatı da verdiyimə görə bu kommentlər bölməsinə Temudan qeydiyyat linkini, endirimli linki və yaxud da Farmland oynamamısınızsa, Temunun fərqli kampaniyalarını yoxlamamısınızsa, bu videonun açıqlama bölməsinə əlavə etdiyimiz bölmələrdən siz həmin linklərə keçid edərək bütün videolarımızdan xəbərdar ola bilərsiniz. Dostlar, həmçinin Telegram qrupumuz, Temu Dünya Telegram qrupumuza qoşularaq bunların hamısından xəbərdar ola bilərsiniz dostlar. Təqdim etdiyi fikirli kanalı.